Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən pəhrizdə olanlar üçün çox gözəl, şəkərsiz, unsuz keks resepti ilə gəlmişəm. Keksi hazırlamaq üçün blenderin qabına 1 stəkan yulaf əzməsi əlavə edirəm. Üzərindən 2 ədəd yaxşı yetişmiş banan, yarım paket, yəni 5 qram qabartma tozu, 1 stəkan ilıq süd, 2 ədəd yumurta və 2 yemək qaşığı kakao əlavə edib blenderlə yaxşıca qarışdırıram. Hazır olan xəmiri yağlı kağız sərilmiş formanın içərisinə əlavə edirəm və üzərinə zövqə görə hansı ləpədən istəsəniz əlavə edə bilərsiniz. Mən fındıq ləpəsi əlavə etdim və əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada bişirirəm. Keksimiz gördüğünüz kimi artıq bişib, hazırdır. Çox gözəl alınıb. Qeyd edim ki, zövqə görə üzərinə tünd şokolad da əridib əlavə edə bilərsiniz. İndi içərisində kəsib sizə göstərəcəm. Çox gözəl, yumuşaq keks alınıb. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, bəyənməyi, kanala hələ də abunə deyilsinizsə, abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun.